Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi. Necəsiz? Bugünkü dərsimizdə sizlər üçün Sacilər dövləti haqqında məlumat verəcəm. Ötən dəfəki dərsimizdə Şirvanşahlar haqqında danışdım və bilirsiniz ki, 9-cu əsr dövründə Ərəb xilafətinin zəifləməsi nəticəsində bir sıra ərazilərdə, həmçinin Azərbaycanda da yeni müstəqil feodal dövlətlər meydana gəldi. Sacilər haqqında danışsaq, Sacilər türk mənşəli bir sülalə idi və onlar lap əvvəllər, ilk dönəmlərdə Mərkəzi Asiya ərazisində yaşayırdılar. Mərkəzi Asiyanın Əsruşəl vilayətində məskunlaşmışdılar. Lakin bu Sacilər sülaləsinin nümayəndələri çox döyüşkən bir tayfa olduğu üçün, döyüşkən xalq olduqları üçün ərəblər tərəfindən bu sülalənin nümayəndələri Bizansla sərhəd bölgələrinə köçürülmüşdür. Yəni, Sacilər bu sülaləni öz ölkələrinə gətirmiş və burada da onların məskunlaşması üçün onları əsasən Bizansla sərhəd bölgələrdə məskunlaşdırılmışdılar. Çünki Bizansla qarşı mübarizə aparmaq üçün. Və bu sülalənin nümayəndələri böyük qəhrəmanlıqlar göstərirdilər. 9-cu əsrin 70-ci illəri dönəmində bu sülalənin görkəmli nümayəndəsi olan Əbu Sac Divdada Cənubi Azərbaycan iqta olaraq verildi. İlk növbədə vurğulayım ki, məhz bu sülalənin yaradan şəxs də Əbu Sac Divdad olmuşdu. Sacilər sülaləsinin banisi hesab olunur, yaradıcısı hesab olunur. 9-cu əsrin 70-ci illər dönəmində göstərdiyi böyük qəhrəmanlıqlara görə və döyüşlərdəki böyük iştirakına görə Əbu Sac Divdad adlı şəxsə məhz Cənubi Azərbaycan ərazisi iqta olaraq verildi. Çünki bu dövrdə, söhbət gedir 870-ci illərdən təxminən, həmin dövrdə Şimali Azərbaycanda, yəni bir qismində Şirvanşahlar dövləti var idi. Və Cənubi Azərbaycanda isə artıq Ərəb ağalığı dövründə Ərəb ağalığına artıq belə deyim son qoyulmuş və yeni müstəqillik əldə etmişdilər. Artıq zəifləmə dövrü idi. Və bu, belə bir zəifləmə dövründə biz deyəcəyik ki, məhz ərəblər tərəfindən Əbu Sac Divdada iqta olaraq onun hərbi xidmət qarşılığında Cənubi Azərbaycan ərazisi bu torpaqlar verildi. Bunun qarşılığında Əbu Sac Divdad Ərəb xəzinəsinə 120 min dinar məbləğində xərac ödəyirdi illik. Bu sülalənin nümayəndələri eyni zamanda Afşin titulu daşıyırdılar, Afşin ləqəbini daşıyırdılar və mənbələrdə belə bir məlumat qeyd olunur ki, Əbu Sac Divdad haqqında qeyd edirlər ki, Əbu Sac Divdad Məkkəyə gedən yolda nəzarətçi təyin olundu. Təxminən ya 856 ya 858-ci illər dönəmində, çünki mənbələr tam dəqiq məlumat vermirlər. Deməli, bu göstərdiyi böyük şücaətinə görə, o cür yəni cəsur olmasına görə onu Məkkəyə gedən yol nəzarətçi təyin edirlər ərəblər. Daha sonra o bu göstərdiyi xidmətə görə 5 şərəfli geyimlə mükafatlandırılır. Mədain şəhərində baş vermiş üsyanı yatırır. Mədain şəhəri bilirsiniz ki, Ktesifon şəhəridir və həmin şəhərdə baş vermiş üsyanı yatırmağa nail olmuşdu. Eyni zamanda Əbu Sac Divdad özünün ən böyük sərkərdəlik məharətini göstərmişdi. 865-ci ildə Mesopotamiya ərazisində Vasit və Bağdad arasındakı ərazidə Carca döyüşündə özünü göstərməyi bacarmışdı. Eyni zamanda 9-cu əsrin 60-cı illər dönəmində ərəblərin, yəni Ərəb xilafətinin tərkibində baş vermiş türklərin qiyamı zamanı bu qiyamı yatırmağa nail olmuşdu. Məhz bu dırnaq içərisində yazdığım məlumatlar mənbə məlumatları idi və Əbu Sac Divdadın nə qədər güclü, qüdrətli və qəhrəmanlıqlar göstərdiyini yəni sübut edirdi. Və Əbu Sac Divdada məhz bu cür qəhrəmanlıqlarına görə 9-cu əsrin 70-ci illər dönəmində də Cənubi Azərbaycan iqta olaraq verilmişdi. Lakin belə bir məqamı vurğulayım ki, Əbu Sac Divdad burada müstəqil dövlət yarada bilmədi. Burada dövlətin yaradılması onun oğlu Məhəmməd ibn Əbu Sacın adı ilə bağlanır. Niyə? Çünki Məhəmməd ibn Əbu Sacın dövründə qeyd edirlər ki, pul kəstirdi öz adına. Yəni deyirəm, əgər bir ölkədə hökmdar öz adına pul kəstirməyə bacarırsa, artıq bu həmin dövlətin müstəqil olduğunu göstərirdi. Və 898-900-cü illər dönəmində təxminən öz adına pul kəstirdi, Gürcüstana uğurlu yürüşlər etdi və eyni zamanda Məhəmməd ibn Əbu Sac Marağa və Dəbil şəhərini özünə tabe etməyə nail oldu. Bu vurğuladığı məqamlar Məhəmməd ibn Əbu Sacın adı ilə bağlanır. Məhz pul kəstirmə məsələsinə görə də təxminən deyirlər ki, 898-ci ildə Sacilər dövləti yaradılmışdı. Sacilər dövləti ümumiyyətlə ermənilərə və gürcülərə qarşı mübarizə aparmışdı və dəfələrlə onları məğlubiyyətə uğratmağı da bacarmışdı.
Məhəmməd ibn Əbusacdan sonra hakimiyyətə gəldi Yusif ibn Əbusac və biraz öncə əgər xatırlayırsınızsa mən sizin üçün izah verərkən söylədim ki, Əbusac Divdad Cənubi Azərbaycanı iqta alaraq zaman, yəni iqta kimi aldığı zamandan etibarən bunun qarşılığında ərəblərin xəzinəsindən 120 min dinar məbləğində xərac ödürdü. Və bu xərac ödənmə məsələsi Məhəmməd ibn Əbusacın dövründə davam etdi. Lakin Məhəmmədin qardaşı Yusif ibn Əbusac hakimiyyətə gələn zaman 912-ci ildə xilafətin artıq asıllığından çıxdı, onların xəzinəsinə xərac göndərməyə dayandırdı. Belə olan halda 912-ci ildə ərəb qoşunları hücum çəkdilər Sacilər dövləti üzərinə, lakin burada Yusif ibn Əbusac qalib gəldi, ərəbləri ölkədən qovmağa nail oldu. Ardınca 5 il sonra 917-ci ildə yenidən ərəblər yürüş etdi Saclərin ərazisinə. Yusif yenə qalib gəldi və ikinci dəfə də Yusif qalib gələndən sonra 917-ci il dönəmində öz adına Bərdədə, Marağada və Ərdəbil şəhərində öz adına pul kəsdirməyə nail oldu. Növbəti ərəblərin yürüşü 919-cu ildə baş verdi və bu dəfə atalar üçdən demiş kimi, yəni ərəblər yürüş edirlər Azərbaycana 3-cü dəfə 919-cu ildə, bu dəfə isə artıq Yusif məğlub olur. Yusifi əsir alıb ərəblərin ölkəsinə aparır, zindana salırlar. 3 il müddətində 1922-ci ilə qədər Yusif ibn Əbusac zindanda qalır. Lakin o zindanda qaldığı müddətdə Azərbaycan xalqı üsyan qaldırır, ərəblərdən tələb edirlər ki, Yusif ibn Əbusac yenidən Saclərin taxtına qaytarılsın və nəticədə ərəblər Yusifi zindandan azad edib 922-ci ildə öz ölkəsinə başçı kimi qayıtmasına icazə verirlər. Yusif ibn Əbusacın dövründə də söyləyəcəyik ki, Gürcüləri və Erməniləri tabe edə bildi. O geri qayıdıb Ani, Dəbil, Tiflis və Qaxetiya şəhərlərini özdən tabe etdi. Şirvanşahlar dövlətinə yürüş edib onu özündən asılı vəziyyətə salmağa nail oldu. Şirvanşahlar yəni asıllığa düşdülər. Tiflis Müsəlman Əmirliyi, Dərbənd Əmirliyi, yəni Dərbənd hakimiyyə deyə bilərik biz buna. Yəni bu ərazilərdə Saclərdən asılı vəziyyətə düşdü. Bundan başqa Yusif ibn Əbusacın dövründə Samanilər dövləti ilə mübarizə aparıb, Samanilər dövləti Mərkəzi Asiyada yerləşən dövlətlərdən biri idi. Onlarla mübarizə aparıb Rey şəhərini özünə tabe etməyi, yəni ələ keçirməyi bacardı. Dövlətin paytaxtını Marağa şəhərindən Ərdəbil şəhərinə köçürdü. Yəqin ki, biraz öncə mən unutdum söyləməyi. Sacilər dövlətinin paytaxt şəhəri ilk yarandığı dövrdə Marağa şəhəri idi. Yusif ibn Əbusacın dövründə isə paytaxt Marağadan Ərdəbilə köçürüldü. Və bilirsiniz ki, hər iki şəhər Cənubi Azərbaycanda idi. Və bir məsələni vurğulayım ki, biz deyirik ki, Şirvanşahlar Azərbaycanın şimal-şərqini əhatə etdi. Amma Sacilər Azərbaycanın cənubunda yaranmışdı. Çünki ilk paytaxtımız Marağadadır burada. Daha sonra paytaxt Ərdəbilə köçürülür. Lakin yalnız Cənubi Azərbaycanı yox, eyni zamanda Şimali Azərbaycanı da əhatə eləmişdi. Çünki biz deyirik ki, Şirvanşahları asılı hala salmağa bacarıblar. Dərbənd hakimliyini asılı hala salmağa bacarıblar. Və biz deyəcəyik ki, Azərbaycan tarixində ilk vahid dövlət, ilk etnik feodal dövlət məhz Sacilər dövlətidir. Nəyə görə? Yenə vurğulayıram. Onlar yalnız Cənubi Azərbaycanı əhatə etmirdi, Şimali Azərbaycanı da əhatə edirdi. Şirvanşahların asılı hala salınması ilə ilk vahid dövlət Sacilər dövləti mövcud olmuş oldu. Yəni, sizə sual düşsə ki, ilk vahid dövlət hansıdır? Azərbaycanı öz tərkibində vahid halda birləşdirməyi bacaran dövlət bu Sacilər dövlətidir. Daha sonra ilk etnik feodal dövlət, çünki etnik mənşə baxımından türk olan feodal dövlət Sacilər dövləti hesab olunur. Sacilər dövlətinin sərhədlərinə gəldikdə çox böyük ərazilər əhatə edirdi. Şimalda Dərbənddən cənubda Zəncana qədər ki, böyük bir ərazini ilk dəfə Sacilər dövləti əhatə etmişdi. Daha sonra Yusif ibn Əbusacın dövründə, bu söylediklərin hamısı onun dövrünə aiddir. Yusif ibn Əbusacın dövründə eyni zamanda maliyyə vergi islahatı keçirildi. Bu islahat nəticəsində iqtisadiyyatda dirçəliş baş verdi və əhalinin sayı artımı baş verdi. Ümumiyyətlə, Sacilər dövlətinin yaranması nə kimi əhəmiyyəti oldu desəniz, belə ki, Azərbaycanda iqtisadi və mədəni əlaqələr möhkəmləndi. Cənubi Qafqaz ərazisində türk xalqının mövqeyi möhkəmləndi. Bundan əlavə söyləyə bilərik ki, Sacilər dövlətinin yaranması ilə türk xalqının formalaşması prosesi sürətləndi və bu kimi amillər artıq
Türklərin mövqeyinin möhkəmlənməsini göstərirdi və Yusif ibn Əbsacın ölümündən sonra dövlət yavaş-yavaş zəifləməyə başladı. Sonuncu hökmdar Deysəm adlı şəxs idi ki, onu 941-ci ildə Salarilər sülaləsinin nümayəndəsi Mərzban ibn Məhəmməd adlı şəxs taxtdan vurub salır və beləliklə də Sacilər dövləti süquta uğrayır. 898-i yaranmış bu dövlət 941-ci ildə süquta uğrayır. Dərsimiz haqqında bu qədər oldu. Sağ olun. Növbəti görüşlərədək.